Nə qədər kasıb insanlar var. İftarını həqiqət deyə bu. Bir xurma ilə, bir su ilə açan insanlar var. Bir quru çörəklə iftarını açan insanlar var. Yoxlarıdır da. O vəziyyətdə belə oruç tutub, iftarı su ilə, xurma ilə, çörək ilə, biz isə pervi ilə, müftar o nələrlə eləyirik. İnsanlar var bir su ilə, bir xurma ilə. Yoxları da işləyin. Çalışaq elə insanlara axtaraq, tapaq, onlara yardım eləyək. İnşallah Ramazan ayıdır. İstəyirik bugünkü cümə xütbəmizdə səxavətli olmaq haqqında danışaq. Hədisdə buyururlar ki, dünyaya bağlı olan insanoğlu əlində olan mal mülkünü itirmək qorxusu ilə düşünür ki, birdən əlimdə olan malım, mülküm itər, dünyaya bağlı olan insandan danışır. Və deyir, daha sonra dünyaya bağlı olan insan daima qazandığını yığmağı fikirləşir. Deyir, qoy varım, dövlətim bu qədərdir, qazanım, onu daha da artırım. Yığmaqla artırmağı fikirləşir, onu çoxaltmağı fikirləşir. Amma hədisin davamı buyurur ki, deyir, insanoğlu düşünmür ki, onun əlində olan mal-mülkdə, var-dövlətdə ehtiyac sahibinin haqqı var. Allah Teala ehtiyac sahibinin haqqını mal-mülkü, var-dövləti olan insanda qoyub. Və insanoğlu düşünür ki, mən onu ehtiyac sahibinə versəm, azalar. Yığmaqla artacağını düşünür. Amma hədisə baxın, hədisin sonu görün nə deyir? Deyir, düşünmür ki, ehtiyac sahibinə öz mal-mülkündən, var-dövlətindən yardım etməklə, səxavətli olmaqla malı daha çox alacaq. Nəinki, evə yığıb artırmağı düşünməklə. Deyir, o artırmaq deyil, o itirməkdir. Dünənləri elə oxudum, bir gözəl bir yazı idi. Yəni, belə hədis falan deyildi. Prosun mövzuya uyğundur, indi yadımda qalan hissəsini deyirəm. Bir nəfərdir, bir alimlə bir yol gedir, bir dünyaya pərəst bir insandır. Nə dərəcədə doğrudur bilmirəm, amma ibrətli idi də. Bir səhrada bir yol gedirlər. O var dövlət sahibi alimə deyir ki, mənim varım dövlətim çoxdur, amma hamı mənə xəsis kimi baxır. Simic kimi baxırlar, deyirlər insanlara əl tutmur, xəsisdir, simicdir. Mənə belə baxırlar. Sən mənim haqqımda nə düşünürsən? Axı, yol yoldaşı olmuşuq. Yol yoldaşı olan daha doğrusuna bilər də. Alim deyir, yox. Onlar deyir, səhv düşüncədədirlər. Mən sənin haqqında tamamilə başqa düşüncədəyəm. Deyir, sən mənim haqqımda nə düşünürsən? Deyir, mən düşünürəm ki, ən səxavətli insan sənsən. Dünyada mən sənin kimi səxavətli insan tanımamışam. Bu var-dövlət sahibinin özü də bilir, resimizdir. Deyir, necə olur, sən məni ən səxavətli insan kimi tanıyırsan. Deyir, sən ona görə ən səxavətli insansan ki, var-dövləti yığırsan, bir sabah bu dünyadan köçəcəksən, gör nə qədər miras qoyacaqsan. Sənin gəlinin olacaq, övladların, nəvələri, qohum, qonşu, hətta deyir, o insanlara miras qoyursan ki, sən onlara bu dünyada nifrət edirsən. Amma səndən sonra sənin mirasından yaşayacaqlar. Deyir, ona görə ən səxavətli insan sənsən. İndi bu günlərdə insan övladı düşünür ki, yığmaqla artıracam, yox. Əksinə, ehtiyac sahibinə yardım etməklə artıracaqsan. Quran ayəmiz var bizim. Allah Bəqərə surəsinin 272-ci ayəsində buyurur. Deyir, malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq sizin özünüz üçündür. Kimə nə edirsən, Allah deyir, sənin özünə qaydır o. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Və buyurur, malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə veriləcəkdir. Sizə əsla zülm edilməz. Baxın, Allah ayədə nə buyurdu? Hər nə yardım eləyəcəksən, hər nə verəcəksən, nə qədər səxavətli olacaqsan, onun xeyri sənin özvədir. Sonra Allah nə buyurdu? Deyirsən, bir verəcəksən, onun qat-qat artığı mütləq surətli qayıdıb sənə gələcək. Allah ədalətlidir. Onu sənə qaytaracaq. Həzrət Əlinin hədisinə baxın. Deyir, səxavət odur ki, sən başlayasan.
Çünki deyir o şey ki xahişlə verilər, ya xəcalətə görədir, ya da söz eşitmək qorxusuna görədir. O səxavətli olmaq deyil. Görürsən bir ehtiyacı var, get. Sən elə, gözləmə gəlsin səndən istəsin. Burada 2 dənə nöqtə var, Həzrət Əli buyurur. O ki səndən istəyəcək, ya deyir xəcalət çəkəcəksən verməməyə, ona görə verəcəksən. Ya da bizim cəmiyyətdə qınaq var axı. Deyəcəksən ki, getdin filan kəsin qapısına vermədi, başlayacaqsan onu qınamağa. O qınağın qorxusundan sən eləyəcək. Ona deyir ki, o səxavət olmayacaq. Səxavət o zaman olur ki, sən özün görürsən ki, bu şəxs ehtiyac sahibidir, özün gedib ona eləyirsən. Da gözləmirsən, gəlsin sənin qabağında boynunu büksün. Bir minnətlə, xahişlə, sənə yalvarsın ki, mənə kömək elə. Həzrəti Peyğəmbər buyurur, deyir, ey insanoğlu, Allah yolunda ver ki, Allah da sənə versin. Və buyurur, sən Allah yolunda elə ki, Allah sənin ruzivi artırsın. Sonra Həzrəti Peyğəmbər buyurur. Deyir, ey Əli, cənnətin qapısına, bax bu sözlər yazılıbdır. Sən paxıl insana, cədəl edənə, valideyninə ağ olana və xəbərçiyə haramsan. Allah cənnəti yaradanda cənnətə dedi, İlahi, məni kimlər üçün yaratmısan? Allah Teala buyurdu, səxavətli və təqvallar üçün. Deyir, o zaman cənnət dedi, mən də buna razıyam. Həzrəti Peyğəmbər buyurur, deyir, hər sabah yer üzərinə 2 dənə mələk inir. Və o mələklərin işi duadan ibarətdir. Biri buyurur ki, belə dua edir. Deyir, Allahım, o bəndələrin ki, sədəqə verir, ehtiyac sahiblərinə yardım eləyir, Allahım, onların malını, mülkünü daha da artır. Və mələk bunun üçün dua edir hər gün. Digər mələk, deyir, Allahım, o şəxslərdir ki, mallarını saxlayıb, xəsislik eləyirlər, Allahım, onların sərvətini tələf elə. Bunu deyir, onların var dövlətini dağıt, məhv elə, bu cürünə bəddua edir. Və 2 dənə mələkdir. Hər gün səhər gəlirlər. Sən ki, nə qədər ehtiyac sahibinə kömək eləyəcəksən, o mələk dua eləyəcək. Allahım, daha da artır. Mən də hər xütbədə bunu deyirəm, bilirsiniz. Mələyin duası dərhal qəbul olur. O dua eləyəcək, Allahım, bunun var dövlətini daha da artır. Sən nə qədər xəsislik eləyəcəksən, o var dövlət ki, var axı əldə. Allahım, mələk nə deyəcək, o var dövləti dağıt. Məhv elə, tələf elə onu. Səxavət də deyəndə, Əhl-i Beyt yada düşür də, İnsan surəsinin 8-9-cu ayəsində nə deyir? Bismillahirrahmanirrahim. Və yut'imunə lə-tə'amə ələ hubbihi miskinən və yetimən və əsirən. Dəhşət ayədə. Ramazan ayında, hamımız orucqa. Onların özləri orucdur. Özləri Əhl-i Beytin özü orucdur. Niyyət ediblər də uzundur ki, sən danışmıram. Niyyət ediblər, oruç tutublar, özləri orucdur. Bir dənə çörəkləri var. Qapı döyülür, yetiməm, bir gün deyir miskinəm, bir gün deyir əsirəm, bir dənə çörəkləri var. İftar açacaqlar, onu verirlər. Yetimə, miskinə, əsirə, sonra deyir, biz ki bu işi gördük, özləri su ilə iftarını açdılar. Deyir, biz ki bu işi gördük, sizə bunları elədik ha. Deyir, biz bunun müqabilində sizdən təşəkkür gözləmirik. Biz bunu yalnız elədik ki, Allah Teala bizdən razı qalsın. Səxavət budur, bax. Həzrəti Peyğəmbər buyurur. Deyir, səxavət cənnət ağaclarından bir ağacdır ki, onun budaqları bu dünyaya sallanıbdır. Hər kim onun budağından yapışarsa, o budaq onu çəkər cənnətə aparır. Bax, böyük xeyir və bərəkət olan Ramazan ayındayıq. Elə bir aydayıq ki, bu ayın ilk günündən, saniyəsindən, mən keçən Şabaniyə xütbəsində dedimdə, bərəkət və rəhmət artıq yağmağa səbəb olur. Bərəkət, rəhmət yağır səmadan. Nə qədər deyir, bu ayda yaxşılıq eləsən, Allah onu qat-qat artıracaq. Nə qədər pislik eləyibsən, Allah bu ayda bağışlayacaq. Bu ayın gəlişinin özü böyük bir nemətdir. Deyir, bu aya çatmaq böyük bir ehsandır. Bu aya çatdığımız üçün çoxlu şükürlər eləyim.
Elə bizim məsciddən də var da, neçə şəxslər. Keçən ay Ramazanı bizlə deyirlər, buyur yoxdur. Haqq dünyasındadır. Allah hamısına rəhmət eləsin inşallah. Ona görə deyib, biz bu il Ramazana qovuşduq, buna görə şükr eləyək Allaha. Ki, Allah'ın bizi Ramazana qovuşturdu. Çalış bu ayda, xüsusən Ramazan ayında, ehtiyac sahiblərinə çox əl tutaq. Nə qədər kasıb insanlar var, iftarını həqiqət deyə bu, bir xurma ilə, bir su ilə açan insanlar var. Bir quru çörəklə iftarını açan insanlar var, yoxlarıdır da. O vəziyyətdə belə oruç tutub, iftarı su ilə, xurma ilə, çörək ilə, biz isə pervi ilə, iftarı nələrlə eləyirik. İnsanlar var bir su ilə, bir xurma ilə, yoxları da işləyin. Çalışaq elə insanlara axtaraq, tapaq, onlara yardım eləyək. İftar süfrələrinə dəvət eləyək. Gözəldir, iftar qurasan, dost-tanış yanında olar. Dost-tanışın imkanı var da, bu kasıblardan gətirək, ehtiyac sahiblərindən gətirək. O şəxslər ki, evləndə isnələri yoxdur. Onlara çoxlu yardım eləyək. Düşünməyək, vallah, billah, yenə təkrarlayıram. Düşünməyək ki, elədikcə azalacaq, əksinə artacaq. Bax, sizə sonda bir dənə ayə oxuyum. Bəqərə surəsinin 261-ci ayəsidir. Deyir, mallarını Allah yolunda xərcləyənlərin məsəli 7 sümbül verən bir toxumun məsəlinə bənzəyir. Sümbüllərin hər birində 100 ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi əhatə edən, biləndir. Biz söz işlədir. Ya Allah 1'ə 100 verər, 1'ə 1000 verər. Özümüzdən demirik. Hamısı Quran ayəsidir. Allahın sözləridir. Ona görə çalışaq gücümüz nəyə çatırsa ehtiyac sahiblərinə yardım edək. Onların yanında olaq ki, Allah onun qat-qat artığını da zaten bizə verəcək. Biz o niyyətlə eləməyək, Allaha xatir eləyək. Amma yəqin, bax 2 dənə 3 dənə ayə oxudum sizə. Hamısında buyurdu ki, Allah əvəzini verəcəm, 1'ə 100 verəcəm, 1'ə 1000 verəcəm, qat-qat artığını, belə deyək. Qat-qat artığını Allah bizə qaytaracaq inşallah.